Herkese salam. Yeni buradan sizi salamlayıram. Mən də burada bardaqdır. Gördüğünüz kimi büyük belə bir temizlik olacak bugün. Biz uşa yemekləri yedik, içdik. Çaydandan başlayaram. Onu da keşincə yuyub təmizləmək lazımdır. Burada mən uşa başlayıram temizlik eləməyə. Qoxnadan başlayıram. Görürsünüz çox qablar yığışıb burada. İnanırsınız bu günlər elə tələm-tələsik məndə keçir ki, heç mən də bilmirəm mən nə edirəm, nə eləmirəm. Belə anormal, nenormal bir günlərdir. Burada uje tələm-tələsik biz gəldik, biz evdə deyildik, səhərdən gəldik, təz uşaqlara yemək hazırladım. Mənim bugün ya sabahsı gün var ki, hansı ki mən tez təmizlik eləməliyəm, evləri hər yeri təmizləməliyəm. Niyə? Çünki bir həftədən çoxdur görürsüz, mən video çəkmirəm və bəzi səbəblər var ki, hansı ki mən video çəkmirəm. Bilmirəm demişdim ya yox, qış aylarında mən qaynanamla yaşayıram. Qaynanam bizə gəlir qışda. Qışda bizimlə yaşayır. Yayda uşaqlarından birisini aparır rayonda, uşaqlarla biri ilə rayonda qalır. Rayonda evləri var. Bu uşaq qayıtmışdı. Gördü ki, uşaqları məktəbdən buraxırlar. Dedi, mən qayıdıram rayona. İndi hansı tez çıxsa uşaqlardan o gələr də mənim yanına. Mən orada gidib biraz təmizlik zad eləyərəm ki, uşaq gələndə ev təmiz olsun. Ev yeni deyil, eski deyəndə evdir də şükür. Mən evə gəlin gəlmişəm və mən o evi çox sevirəm. Düzdür, remont lazımdır, amma biz düşünürdük onu söküb yeni ev tikdirmək orada, amma inşallah qismətdir. Nə vaxt alansa o vaxtda olar. Hələ heç yerə tələsmirik. Uşaqlar məktəbdə oxuyurlar və bizim də çox işləri var. Burada tez uşaqlara axşam yeməkdə hiss edirəm. Axşamdır. Mən hələ də təmizlik eləməmişəm. Mən burada kuxnada qab yuram, nəsə buranı qarışdırıram və gəlmişəm buradan istəyirəm təmizliyim, başlayım buradan istəyirəm təmizlik başlayım. Qonaq otağından baxım nə çatdırsam onu eləyərəm. Qalan qalar və harda qalmışdım. Uşaqlardan biri gələr demişdi və getmişdi. Birdən-birə bizə bayramdan sonra birdən-birə bizə zəng eləyir ki, deyir mən sabah gəlirəm, evə lazım olan şeylər varsa deyin. Biz də soruşduq, ana nə yəni İnşallah hər şey yaxşıdır, yolundadır deyirdi. Şükür hər şey yaxşıdır. Sadəcə burada çoxlu yağışlar var və mən də burada mənim üçün də soyuqdur. Fikirləşdim ki, uşaqları məktəbdən buraxanda onlarla gedərəm. Biz də dedik, lap yaxşı gəl. Mən çox sevinirəm o evə gələndə. Mən də rahat oluram, həm də adam olur, hansı ki mən gördüyünüzdə məndə çox storylər oldu, shortslar oldu ki, hansı biz hər axşam kofe içirik, Türk kofesi çox sevirik birlikdə içməyə. Mən də sevinmişdim, dedim ki, şükür də nə yaxşı, mən də darıxmaram da Sonra da gəldi, dedi, mən sənə telefonda deməmişəm, məni Bakıya göndəriliblər. Bəzi səbəblər var ki, hansı ki mən burada müayinə olmalıyam. Yox, müayinə yox, sразу dedi, mən ameliyat olmalıyım. Mən də qorxdum, dedim, yox da belə şey olmaz. Nətər bu müayinəsiz, analizsiz, nətər belə bir şey olar. Hələ o siz bildiyiniz, bəlkə də bildiniz, o pis xəstəlikdən tutmuşdu. Tutmuşdu, çox büyük idi, onu götürməli idi. Niyə? Çünki ximi ona gəlmirdi, bir böbreğim var, belə şeylərdə. Yəni biz çox yerə getdik, biz getmədik, xəstəxana, hospital olmadı və heç yerdə bizə deməyiblər ki, ameliyat yox, biz sizə müalicə ilə sağaldarıq. Hamı deyirdi ki, baxarıq, analizləri verin, baxarıq. Və inanırsınız, nə qədər biz ora pul tökmüşük, nə qədər bu bir həftədə. Dedim, qaynanam da dedi, vəsə mən heç yerə gedən deyiləm.
həkimlə danışmışdıq. Uje vsyoda sabah gedirəm, əməliyyat oluram. Siz də uje bunu belə qəbul eləyin. Mən rahatam, siz də rahat olun və biz heç kimə deməmişdik. Nə qızla, 2 qızım var. Bir Dağıstanda yaşayır, bir də kənddə yaşayır. Biz onlara da deməmişik, çünki bizə icazə vermedi. Dedi ki, beni çox istəyirsinizsə heç kimə deməzsiniz. Biz də susduq, getdik, nə lazımdırsa hər şey elədik. Əməliyyat uje maşallah yaxşı keçdi və mən də gəldim evə. Dedim ki, gərək o evə gələnə kimi mən bu evi qəşəng təmizləməliyəm ki, niyə? Çünki o evə gələndə ev tərtəmiz olsun və bir toz belə evdə olmasın. Pəncərələrdən başladım. Həmişəki kimi bu pəncərələri təmizləmək çox çətindir. Fikirləşirdim ki, bu yay bunları daha təmizləməyəcəm. Niyə? Çünki fikirləşirdim, uje vsyoda kanikul olanda hem rayon, Dağıstan belə bu yayda belə keçir, bu pəncərələrdə qalar, amma yox da belə alınmadım. Görürsüz, saat uje 6-dır. Mən hələ də axşam 6-dır. Düzdür, axşam 6-dır. Mən buranı təmizləmişəm. Hər yer təmizdir burada. Sadəcə uje buranı yenidə bir daha da pilisoslayaram. Oranı bol silərəm və xalçanı yerə şeyləyərəm, sərərəm. Bura uje gəldim uşaqlarının otağına. Burada da həmişə belə təmizləyirəm. Xalçanı qaldırıram, sonra pəncərəni təmizləyirəm. Niyə xalçanı qaldırıram? Çünki su ləkələri olmağını çox qorxuram. Burada su ilə çox oynayıram. Pəncərə siləndə bu o demək deyil ki, mən bu eskini bir dəfə yuyub təmizləyirəm. Yox, mən onu bir neçə dəfə yuyub təmizləyirəm və o hamısını sizə göstərsə, orada uje bir günlük vlog gedir. O qədər də çox şey göstərə bilmirəm. Mən belə ardı ilə göstərirəm ki, nə edirəm də. Belə bir şvabra ilə çox çətindir təmizləmək. Arada qalxıram, tabletkaya arada çıxıram. Belə bolda dururam. Uşaqlar da mən bu pəncərələrini siləndə çox qorxurlar. Çıxırlar otaqdan, otaqlarında qalmırlar. Niyə? Çünki qorxurlar. Həmişə deyirlər, ana sən düşməzsən. Deyirəm, yox da, mən niyə düşməliyəm ki, tuturam pəncərəni. İnşallah heç nə olmaz. Təmizlik olanda uje xoşlayıram da. Görürəm ki, təmiz olur, hər yer tərtəmiz olur və mən də sevinirəm ki, yenə də başlayıram, təmizləyirəm. Amma aşağı baxanda düzdür, başım belə fırlanır, arada belə qorxuram yüksək belə etajlardan. Amma bir başqa çarə yoxdur. Gərək bunu mən təmizləməliyəm ki, ya da cleaning, yağış yağanda cleaning çağırmaq, o pulu da nə bilim yoxdur deyə bilərəm. Buranı da belə təmizlədim, divanları da belə nətər deyim, sildinəyə gətirdim otağın. Oraları da bir dəfə silmişəm və bir dəfə yeni pilisoslayıb silərəm. Uje yerbəyer eləyəndə və gəlmişəm balkona. Balkonda həmişəki kimi güllərin savaşıdır. Burada gülləri təmizləyib götürmüşəm hamama. Gülləri onları çimizdirərəm və sonra yerlərinə gətirərəm. Çox tozluydu. Yayda bir neçə dəfə belə şey eləyirəm. Mən həm pəncərəni siləndə, həm pol siləndə belə şeylər eləyirəm. Və bu maşınkanı da bu tərəf eləyib həmişə təmizləyirəm. Bilirəm ki, orada həm toz qalır, həm güllərin bu yarpaqlar olur. Bunu niyə belə eləyirəm, mən də bilmirəm. Həmişə belə bir fikir olur. Mən əgər bir dəfə təmizlik eləyəndə o şkafı bu tərəfə eləyib, o şkafın altını təmizləməsəm, elə fikirləşirəm ki, sabah nəsə olacaq, kiməsə nəsə lazım olacaq. O şkafı bu tərəfə eləyər və o şkafın altında nələr çıxacaq, nələr. Düzdür, o qədər də heç nə çıxmır, amma olur da. İndi 3 uşaq olan evdə biz də bir yerdə durmuruq. O tərəf, bu tərəf gedib gəlirik. Toz istər-istəməz toz olur. Mən bu toza heç nə deyə bilmərəm.
Bəli, inşallah hər şey yaxşı olacaq. İnşallah qaynanam da tez sağalar. İstəyirəm bu gün tez səhərdən başlamışam, təmizlik eləyirəm. Sabahları da səhər tez durub gedib nəsə ona hələ o yediyi o produktlardan istəyirəm alım. Banan, yoğurt, belə şeylər istəyirəm alım. Evdə dursun. Və belə də qızlar, bilmirəm indi bu hardan bu xəstəlik gəlir, hardan bu niyə belə olur insanlar bilmirəm. Durduğu yerdə o bilmirdi, onun belə bir şey var. Getdi orada dedi, gördüm, dedi nəsə belə şiş var. Ora B2 qoyurdum deyir, biraz azalmışdı deyir, amma gördüm ki, yenə də var da. Sonra getdi, oradan da tacili göndəriblər Bakıya, deyiblər ki, orada analizlər verin, nə var, nə yox, orada çıxacaq. Və çıxdı. Uca axşamdır, görürsünüz. Axşama kimi mən hələ də təmizlik eləyirəm. Biraz oturdum, bir çay içdim. Birini yenə də gətirdim, içirəm çay. Bu şeyləri alırıq biz Walmartdan. Belə marmelad kimi bir şeydir. Qurudulmuş marmelad kimi bir şeydir. Onlardan çay içməyi çox xoşlayıram. Burada kənddə yoxdur. Bunu da istəyirəm qaynadım. Sabaha hazır olsun. Biz günorta gedib getirsək qaynanamı evdə qatovu bulyon olsun ki, mən də nəsə hazırlayım. Gəlin nə qəşəng hava var çöldə, inanmazsınız. Mən də hələ də burada çay içirəm. Saat axşam 12-dir ya 12-yə işləyib. Gülləri də bir dəfə də istəyirəm belə sulayım və götürüm yerlərinə qoyum. Baxın nə qədər təmiz olublar. Bunları ikinci dəfədir belə yuyuram. Elə bil ki, bunlar yeniliblərmi, belə yaşıl olublar. Özləri də elə sevinirlər ki, onları su vururam. Gülləri sevən var ya yox, bilmirəm arada, amma mən belə gül açan gülləri çox sevirəm. Belə qızlar, belə bir vlog alındı məndə, bilmirəm bəyənərsiniz ya yox. Hələ ardı da var, mən hələ təmizliyi qurtarmamışam, amma sizinlə sağollaşmaq istəyirəm. İnşallah hamınız yaxşı olarsınız, can sağlığı arzulayıram sizə. Siz də bizə inşallah amin yazıb komment yazarsınız. Şükür Allaha, qaynanam inşallah tez sağalsın ki, evdə olsun. Mən gəlmişəm buranı silib süpürməyə, hər yeri yerbəyer eləməyə. Все. Bunları da sulayıb yerlərinə qoyaram. Bunları istəyirəm başqa qablara əkim, çünki böyüyüblər. Bunları vəbşi biz istəyirdik bağda əkək, amma bağa getməyə hələ ki imkanım yoxdur. Hələ ki ayın 25-nə kimi biz buradayıq. Niyə? Çünki bəzi səbəblər var ki, biz buradayıq. Belə bir şeylər qızlar, şükür hər şey yaxşıdır. İnşallah daha da yaxşı olacaq. Əməliyyat yaxşı keçdi. Qaynanamla telefondan bir neçə dəfə danışmışam, soruşmuşam. İstədiyi şeylər var ya yox. Saat 6-da bizdə görüş idi. Biz getdik. 6-da getdik oradan gəldik. Mən hələ də təmizlik eləyirəm. İnanırsınız, istəyirəm hər şeyi çatdırım. Çünki bizə deyiblər ki, sabah yaxşı olsa onu hələ sabah buraxacaqlar evə. Çox tutmurlar, çünki dövlət xəstəxanası deyil, bu частный klinikadır və ora hər qaldığın gün pullandır da, bilirsiniz. Belə buranı da bir dəfə istəyirəm, yenə də pilisosluyum. Hər yer təmizləmişdim. Plintuslarla bu divardakı gipsləri qızlara demişdim. Nəm salfetka ilə təmizləyiblər. Mən yox idim. Biz getdik, mən onlara
tapşırdım, getdim, onlar da eləyiblər. Sağ olsun, mənə yox demirlər, nə lazımdırsa eləyirlər. Uşa böyük qızlardır. Biri 10-cu sinif, biri 8-ci sinif. Deməzdim ki, balaca uşaqlardır, uşa böyük qızlardır. Belə qızlar, yenə də sizinlə sağollaşmaq istəyirəm. Hamıya can sağlığı arzulamaq istəyirəm. İnanmazsınız, mən bu videonu nə tək çəkdim, nə tər bunu səsləndirdim. Mən hələ də bilmirəm. Elə yorulmuşam ki, bu həftə mənim üçün çox çətin həftələrdən biri idi. Çox qorxmuşdum, çox belə bilmirəm da nə tər deyim sizə, stres kimi bir şey keçirdim. Niyə? Çünki mənim öz anam da xəstədir və bu qaynanam da belə bir xəstəlik tutanda mən çox belə pis olmuşdum. Amma şükür indi hələ ki yaxşıdır. İndi daha da yaxşı olacaq. Bilirəm ki, o gələndə mən ona baxmalıyam. Elimdən nə gəlirsə onu eləyərəm, конечно же. Belə də qızlar, yenə də bu xəstəliyi heç kimə, heç düşman olsa ona da arzulamazdım bu xəstəliyi. Bilmirəm bu hardan gəlir, hardan uşaq, hamı xəstələnir. O elə balaca uşaqlar orada var idi ki, bilmirəm. Bu otaqla da qurtarmışam, təmizdir. Elə qəşəng, belə təmiz iyi var ki, otaqda pəncərəni də açmışam. Burada toyuqdur, qaynayır. Çoxdan qoymuşdum. Sizə göstərmişdim və keçmişəm. Buranı da istəyirəm. Pilisosluyum, xalçanı qaldırım, pul silim. Sizə bilmirəm nə qədərini də çəkərəm, amma nə çəkdirsəm onu hamısını sizə göstərərəm. Все qızlar, təmizliklə işim qurtarmışam. İnanmazsınız saat neçədir? Bir baxın, saat 2-nin yarısıdır. Mən qurtarmışam və gedirəm hara? Balkonda kofe içməyə. Kofe içməyi sevənlər var ya yox bilmirəm. Mən gecə də kofe içə bilirəm və rahat da yata bilirəm. Özüm üçün biraz qoz, belə kasiçka, saçaq pendir almışam. Onlarla kofe içməyi çox sevirəm. Siz də deneyin, süperdir. Mən təmizlik qurtarmışam. Uşaqlar çoxdan yatırlar. Evdə hər yer açıqdır. Güllərim təmizdir, hava təmizdir. Baxın nə qəşəng hava var çöldə və gülləri də baxın nə qəşəng burada dururlar. Görünür ki təmizdir.